Selam değerli izleyicilerim. Uzun bir aradan sonra yeniden birlikteyiz. Bugünkü mövzumuz uşaqlarda iştahsızlıq və qidaya qarşı seçicilik. Bunlar niyə baş verir? Hansı şəkildə normadır? Hansı şəkildə isə artıq mütəxəssisə müraciət etmək lazımdır. Belə ki, əgər uşaq bütün qidaları yeyirsə, sadəcə 3-4 qidaya qarşı seçicilik edirsə, yemir və yaxud da dadına belə baxmaq istəmirsə, bu norma sayıla bilər. Ən əsası da bu uşaqlarda keçid yaş dövrlərində olur. Yəni 3-4 yaş arası, 2 yaş, yarım yaş aralarında və məktəbə qədər dövrlərdə, məktəbə gedən zaman ola bilir belə. Yeni xüsusiyyətlər yaranır və bunu norma qəbul etmək olar. Uşağa qışqırmaq, məcbur edib yedizdirmək olmaz. Sadəcə bir yolunu tapıb oyun şəklində və yaxud da qida ilə tanış olmasına, qorxmaması üçün şərait yaratmaq olar. Azca sevdiyi qidaya onu yəni əlavə etməklə uşağı öyrəşdirmək olar. Amma əgər uşaq bütün qidalardan imtina edirsə, sadəcə yediyi 3-4 qida varsa, 5-6 qida varsa və hər zaman bu qidaları tələb edirsə, başqa qidanı hətta görmək belə istəmirsə, artıq bu siqnaldır ki, mütəxəssisə müraciət etmək lazımdır. İlk öncə biz nəyə fikir veririk? Uşaq niyə imtina edir? Uşaq əgər yediyi zaman ürək bulanma olursa və yaxud qarnı ağrıyırsa, artıq bunun həzm sistemində problem var və uşaq imtina edir çünki qorxur. Bilir ki, yesəm yenə qarnım ağrıyar, özümü pis hiss edərəm. Ona görə də burada artıq gastroenteroloqa müraciət etmək lazımdır. Mədə-altı vəziyyətdə problem ola bilər, öd kisəsində problem ola bilər. Ümumiyyətlə, belə problemlər ən çox qida seçiciliyi, nevroloji problemi olan uşaqlarda görünür. Diqqət pozğunluğu, hiperaktiv, danışma gecikməsi olan, əqli inkişafdan qalan və yaxud da hətta yəni autik spektr diaqnozu qoyulmuş uşaqlarda 78-80% uşaqlarda bu müşahidə olunur. Ümumiyyətlə bağırsaq və beyin bir-biri ilə əlaqəlidir. Yəni niyə əlaqəlidir? Çünki yediyimiz hər şey bağırsaqların divarlarından faydalı qidalar, maddələr, minerallar, yəni beynimizə lazım olan əsas maddələr bağırsaq divarlarından qana sorulur və daşınır beyinə. Əgər bağırsaq pis işləyirsə, bağırsaq mikrobiotu var, yəni xeyirli bakteriyalar və ziyanlı bakteriyalar. Əgər ziyanlı bakteriyalar çoxdursa, xeyirli bakteriyalar yox dərəcəsindədirsə, o zaman bu qida sorulmasını pisləşdirir. Yəni minerallar sorulmur, sink, dəmir, kobalt, bizə lazım olan beyni qidalandıran amin turşular, minerallar sorulmur və beyin neyronlar arası əlaqə pis işləməyə başlayır. Uşaq yediyi zaman qidada pis tam tuta bilər. Bu əsasən çink çatışmazlığı olan uşaqlarda olur. Yəni o almanı yeyir, yaşıl almanı turş tam tutmur. Qeyri-adi çox başqa bir dad tuta bilər ki, onu sizə izah edə bilməz. Siz tamdığınız zaman normal turş almadırsa, onun üçün bu çox pis bir dadlı, tamlı bir meyvə ola bilər. Və yaxud da başqa qidalarda da həmçinin. Ona görə də uşaq bundan imtina edir. Yəni belə uşaqlarda artıq sensor pozğunluq, yəni dilin üzərində reseptorlar vardır ki, hansı ki tamı tutur. Şirin, turş, acıya qarşı reaksiyalar verir, yəni cavab verir, cavabdeh olur. Yəni bu sensor pozğunluğu olan uşaqlarda bunu tutmaq çox çətindir. Və yaxud da uşaqda əzələ zəifliyi var deyək ki, yəni dişlədiyi zaman bərk qidadan imtina edir. Çünki dişlədiyi zaman çox ağrılı olur onun üçün, əziyyətli olur. Utqunmasında problem var. Utqunmasında problem olan uşaqlar ən çox da ağızda yeməyi uzun müddət saxlayırlar və bu zaman ana, valideyn qaşığı doldurub dalbadal uşağa verir ki, uşaq utsun. Başa düşmür ki, uşağın utqunma əzələləri çox zəifdir. Uda da bilmir, sizin qorxunuzdan geriyə tüpürə də bilmir. Ona görə də qaşığı doldurmaq lazım deyil. Yəni uşağınızı tanımaya çalışın. Niyə bunu edir? Uşaqlar heç bir şeyi elə belədən etmirlər. Yəni bunu
başa düşməyə çalışın. Ə, yəni birinci qeyd elədim ki, bağırsaq və beyinlə əlaqəli olan, yəni bunlar müştərəkdirlər. Bağırsaqdan minerallar pis pozulur, beyinə minerallar getmir və tam pozğunluğu, ümumiyyətlə geriləmə gedir, çünki yoxdur minerallar. Siz analiz verirsiniz, hə, mineral çatmır. Gedirsiniz, həmin mineralları qəbul edirsiniz. Bir aydan sonra yenə də verirsiniz dəmiri, sinki yoxluyursunuz, maqneziumu, yenə də bunlar aşağıdır. Niyə aşağıdır? Çünki bağırsaq mikrobiotunu düzəltməlisiniz. Düzəltməsəz bu həmişə aşağı olacaq. Siz nə qədər əlavə vitaminlər uşağa verirsinizsə, minerallar verirsinizsə verin, xeyri yoxdur. Yenə də dəridə səpkilər, allergik əlamətlər, nevroloji əlamətlər ortaya çıxır, çünki getmir, sovrulmur. Pis bakteriyalar, zərərli bakteriyalar orada çoxalıb və bağırsaq normal fəaliyyət göstərmir. Ona görə də birinci bağırsağı düzəldir. Bağırsağın mikrobiyotunu düzəldikdən sonra artıq sonra beyinə keçmək olar. Beyinə keçən zaman bununla işləyən, yəni sensor pozğunluqlarla işləyən mütəxəssislər var da, sensor inteqrasiya. Onlar bilirlər hansı, yəni korreksiyon məşğələlərlə bunu aradan qaldırmaq olar. Bunu edirlər, amma əzələsi zəif olan uşaqlarda mən bir loqoped olaraq məsləhət görə bilərəm ki, hansı hərəkətləri etmək olar ki, əzələləri möhkəmləndirmək üçün. Əgər bu sizə yəni maraqlıdırsa, gələn videoda bunu paylaşa bilərəm. Yəni yeməyi ağzında çox saxlayan uşaqlar üçündür bu əsasən də ağlağan, yeməyi ağızda çox saxlayan, ağzından su axan. Yəni bu ayrıca bir loqopedik mövzudur. Yəni bunun haqqında video hazırlamaq olar. Yəni mütəxəssislər işləyəndən sonra həqiqətən də uşaqda irəliləmə olur. Uşaq başlayır yemədiyi qidanı yeməyə, yəni 100% də olmasa 80% artıq irəliyə getmiş olur. Yəni nəyə fikir veririk? Uşağı məcbur etmək, danlamaq və yaxud da qəbul etmək onun xasiyyəti belədir, o yemir. Yox, bu çözüm deyildir. Yemir, xasiyyəti belədir. 3-4 qida ilə bu uşaq artmayacaq. Həm əqli geriliyə, həm də fiziki geriliyə gedəcək. Ona görə də bunun qarşısını almaq lazımdır vaxtında. Yenə də dediyim kimi, normal uşaqlarda da bu görünür. Bu, yaş dövrlüyü ilə əlaqəlidir. Yəni, sonradan keçirsə və yaxud da siz bilirsiniz ki, uşaq bütün hər şey normadadırsa, sadəcə indi yəni bu qida seçiciliyi varsa, burada təşvişə düşmək lazım deyildir. Bu, getdikcə normallaşacaq. Belə uşaqlarınızı sevin, onlara tanımağa çalışın, niyə belə etdiklərini öyrənməyə çalışın. Sağlam olun, uşaqlarınız sağlam olsun.